Hər kəsə salam. Mən bugün keçirilmiş buraxılış imtahanının Azərbaycan dili fənnindən qrammatikanın suallarının izahını vermək istəyirəm. Deməli 31-ci sualda deyir ki, hansı sırada bütün sözlərin yazılışı səhvdir? Yəni söhbət ondan gedir ki, bütün sözlərin yazılışı səhv olsun. Burada bizim doğru cavabımız Y olacaq. Çünki Y variantında düşgün yox, Q ilə yazılmalı idi. Kokteyl yox, kokteyl Y olmalı idi. Ala yarımçıqsa defislə yazılır. Ona görə Y variantı yanlışdır. Digər variantlara da baxsaq, A variantında yarım final doğrudur, heykəltəraş doğrudur, yastı sadəcə olaraq səhvdir, orada T ilə olmalı idi. B variantında dümağ səhvdir, bitişik olmalı idi. Lakin kəmşirin doğrudur, balerina doğrudur, ona görə B olmayacaq. C variantında ekspres doğrudur, ancaq ədliyyə yanlışdır, 2 Y ilə yazılmalıdır. İlbəil də doğrudur. D variantında 3-ü də doğrudur, yəni monastır, silindir, üfüq 3-ü də doğru yazılıb. 32-ci suala baxaq. Gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Bu, inanmamaq mənasında gəlir. Ona görə B variantı olacaq. 33-ə baxaq. Uyğunluğu müəyyənləşdirin. Deməli, əlavə mövzusundan düşən bir sualdır. Deməli, birincidə mübtəda əlavəsini istəyir, ikincidə tamamlığın, üçüncüdə isə yer zərfliyinin. Deməli, A variantında Azərin atasına Amil dayıya məktub yazdıq. Bəli, burada əlavəmiz bizim Amil dayıyadır. Yəni, ona sual verəndə kimə məktub yazdıq? Amil dayıya, yəni Azərin atasına. Deməli, bu da olacaq tamamlığın əlavəsi. 2-də A olacaq. 2-də A olmayan variantlara çıxsam, A gedir, B gedir, D gedir. Daha sonra 2 gündən sonra Cavadı, yeni mühəndisi Nazirəyə dəvət etdilər. Kimi? Yeni mühəndisi, yəni Cavadı. Bu da olacaq tamamlıq. Deməli, 2-də olacaq A və B. O da bizdə C variantında var. Davam edək. Qrupun yeni rəhbəri, gənc qız, görüləcək işlərdən danışdı. Kim, C variantını ötürdüm, ona qaydaram. Qrupun yeni rəhbəri, gənc qız görüləcək işlərdən danışdı. Kim? Qrupun yeni rəhbəri, bu da olacaq mübtədanın əlavəsi. Bir də olacaq D variantı. C-yə qaydaq, bizim evimiz mənzərəli bir yerdə, göl qırağında idi. Yəni, mənzərəli bir yerdə idi, göl qırağında idi. Yəni, bu xəbərin əlavəsidir. Yəni, ona görə C ümumiyyətlə heç birinə getməyəcək. Y-də anar kəndə, bu doğma obaya tez-tez gəlirdi. Anar haraya gəlirdi? Kəndə, yəni bu doğma obaya. Bu da olacaq yer zərfinin əlavəsi. Ona görə də cavabımız olacaq 1D, 2AB, 3Y, yəni C variantı. 34-cü suala baxaq. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Deməli, A variantında deyir ki, hamı öz fikrinin doğru olduğuna inanırdı. Nə edirdi? İnanırdı. Kim inanırdı? Hamı. Hamı nəyə inanırdı? Öz fikrinin doğru olduğuna. Yəni, burada bizim tamamlığımız söz birləşməsindən ifadə olunub. Ona görə A deyil. B-yə baxaq. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Nə etdilər? Gəzdilər. Kim? Turistlər. Turistlər haranı gəzdilər? Şəkinin görməli yerlərini. Burada da Şəkinin görməli yerləri. Yəni, burada da bizim tamamlığımız söz birləşməsindən ifadə olunub. Ona görə B-də deyil. C-yə baxaq. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik. Nə etmişik? Dərmişik. Nəyi? Meyvələrin hamısını. Yəni, burada da gördüyünüz kimi tamamlığımız söz birləşməsindən ifadə olunub. Ona görə C-də deyil. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Nə etdi? Etiraf etdi. Kim? Sevil. Sevil nəyi etiraf etdi? Hər şeyi. Hər şey söz birləşməsi deyil. Hər şey sadəcə olaraq qeyri-müəyyən əvəzlikdir. Yəni, bu nitq səsidir. Ona görə burada cavabımız olacaq D variantı. Y-yə də baxsaq, Vaqif, bu adamların çoxunu tanımıram. Nə etmirəm? Tanımıram. Kimi? Adamların çoxunu. Burada da tamamlığımız söz birləşməsindən ifadə olunub. Ona görə Y-də deyil. 35-ci suala baxaq. İsim birləşmişlənmişdir, feili birləşmişlənmişdir. Qəfildən səs eşidildi. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. Ona görə də A heç birinə getməyəcək. B-yə baxaq. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Bəli, burada söz birləşməsi var, ismi birləşmə var. Düşmənin çirkin niyyəti. Yəni, burada 3-cü növ təyini söz birləşməsi var. 1-ə gedəcək B. Ona görə A və C-ni çıxıram. Sən bunu mu deyirdin? Yəni, burada heç bir söz birləşməsindən istifadə olunmuyub. C olan variantda çıxsam, B də gedir. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Bəli, burada söz birləşməsi var. Yəni, yuxulu idilər. Kim? Uşaqlar. Uşaqlar nə zaman yuxulu idilər? Cəmil gedərkən. Yəni, burada feili bağlama tərkibi, yəni feili birləşmə var. 2-yə də gedəcək D variantı. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdilər. Burada şagirdləri çaşdıran təşkil edilmiş ola bilər ki, bunu feili sifət tərkibi olaraq, yəni feili birləşmə kimi götürsünlər. Lakin biz olmaq, etmək, bilmək, qılmaq sözlərində mürəkkəb feil olaraq götürürük adətən. Ona görə də burada bizim feili birləşməmiz yox, bu sərgidə. Yəni, birinci növ təyini söz birləşməmiz var. Yəni, ismi birləşmə var burada. Ona görə də bizim cavabımız olacaq 1-də B və Y. Yəni, burada cavabımız olacaq bizim Y variantı. 1-ə B-yi, 2-yə də D. Daha sonra
Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənib? Yəni burada inversiyadan söhbət gedir. Bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Bəli, burada inversiya var. Deməli, çünki xəbər yerinə dəyişibdir. Lakin görək sadə və mürəkkəb ismimiz varmı? Mürəkkəb ismimiz var bağ-bağça. Amma sadə isim, burada bizim ismimiz qazancdır, lakin bu sadə deyil, bu düzəltmədir. Qazan da sözün kökü C ordilik şəkilçidir, ona görə A deyil. B-yə baxaq. Açıldı bayraqlar, çalındı boru. Bəli, elə burada baxan kimi görürəm söz sırası pozulub, çünki xəbər önə gəlib. Və baxım görüm sadə və mürəkkəb ismim varmı? Bayraqlar sadə isimdir, mürəkkəb ismim də vurhavur. Ona görə cavabımız olacaq burada B variantı. Digərlərinə də baxaq. Doğrusu qohum əqrabanın sözləri mənim də beynimə batır, yoldaş. Burada ümumiyyətlə inversiya yoxdur. Burada yəni sadəcə xitab verilib, yəni xitab cümlənin hər yerində gələ bilər. Yəni bu inversiya aidiyyatı yoxdur. Burada yəni ona görə C olmayacaq. D-yə baxaq. Bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Burada da inversiya yoxdur. D-ni də çıxıram. Y-yə baxaq. Sevgi əzəl gündən sevir baharı. Baharda insanlar arzuya çatır. Burada inversiya var, lakin bu cümlədə mən mürəkkəb isim görə bilmirəm. Ona görə Y də deyil. Deməli cavabımız olacaq B variantı. 37-ci suala baxaq. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Deməli, biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Güc ilə var, tərz hərəkət. Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Bəli, burada da bir qədər var zərf kimi. Cavabımız olacaq burada tərz hərəkət və miqdar, yəni kəmiyyət. Yəni cavabımız olacaq burada D variantı. Bəzi şagirdlər burada kənd sözünü burada zərf kimi götürürlər, amma kənd burada konkret məkan bildirdiyinə görə isimdir. Ona görə, yəni bizdən sadəcə olaraq zərf istəyir. Ona görə cavabımız olacaq D variantı. 38-ə baxaq. Deməli, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Buradakı tərəf sözü isimdir, yəni qarşı tərəf. Hara, yəni tərəf, hara isim kimi. Maşın saat 2-də şərqə tərəf. Bu artıq qoşmadır, yəni şərqə tərəf. Şərqə doğru mənasında. Deməli, sözə qoşularaq məna çaları yaradır. Bu 2-yə gedəcək, 2-yə A. İfadə olunan fikrə münasibət. Xeyr, bu modal sözünün aid olan bir şeydir. Ona görə B olan variantlara çıxsam A gedir, C gedir. Leksik mənası var, bu 1-ə gedəcək, çünki 1-dəki tərəf isimdir. 1-ə gedəcək C. Yalnız qrammatik mənası var. D gedəcək 2-yə. Deməli, 2-yə gedəcək A və D. 1-ə gedəcək C. Yəni D variantı. Y-dəki cümlə özləri arasında əlaqə yaradır. Xeyr, bu bağlayıcıdır. Yəni ona görə buradan heç bir bağlayıcı olmadığına görə bura aidiyyatı yoxdur. 9-cu sual. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Deməli, lazım şəkli və arzu şəkli verilib. Lazım şəklinin şəkilçisi A səsi, arzuda isə A ədir. Deməli, lazıma yazılıb ki, təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Düzdür. Lazım şəklinin inkarı fərqli formada düzəlir. Yəni, ma inkarla düzəlmir, deyil sözlə düzəlir. Amma fakt düzəlir də, yəni mən niyə bunu səhv kimi götürüm ki? Ona görə də yəni bir yanlışdır. Mən biri götürməyəcəm burada. B və Y-ni çıxardıram. 2-yə baxaq. Gələsiniz sözü bu şəkildədir. Gələsiniz lazım deyil. Lazım kimi olsaydı bu gələsisiniz olardı. Bu gələsiniz, kaş gələsiniz. Yəni bu arzudur. Ona görə 2 də yanlışdır. 2 də yanlışsa D və C-ni də çıxardığında cavabımız elə qalır A variantı. Deməli, davam edək, 3-ə baxaq. Kaş anar da gəlsin cümləsində feil bu şəkildədir. Xeyr. Buradakı nə olsun ki, burada kaş, yəni arzu adı verilir. Burada biz feilə baxmalıyıq. Gəlsin. Burada hardadır ki, arzu şəklinin şəkilçisi? Bu sadəcə olaraq əmr şəklidir. Ona görə 3 də yanlışdır. 4-ə baxaq. İsə köməkçi sözü ilə işlənə bilmir. Ümumiyyətlə isə hissəciyi arzu şəklində qoşula bilmir. Amma biz dərhal digərlərinə baxmalıyıq ki, bəlkə 4 ortaya getməli idi. Lakin isə hissəciyi lazım şəklindən işlənə bilir. Tutaq ki, gələsidirsə, və yaxud da oxunasıdırsa, yəni gördüyünüz kimi işlənə bilir. Arzu işlənmir, amma lazım işlənir. Ona görə də yəni 4-ünü də ortaya verməyə ehtiyac yoxdur. 4-ü götürəcəm. 5-ə baxaq. Cümlənin feili xəbər olur. Bəli, ümumiyyətlə təsvirlənən feillər, yəni şəkillər feili xəbər olur. 5-i də götürəcəm. 6-ya baxaq. Məscun növdə işlənə bilir. Bəli, əlbəttə işlənə bilir. Məsələn, lazım şəklində məscun növdə desək, tutaq ki, yazılası. Yazılası gördüyünüz kimi lazım şəklindədir və məchul növdədir. Arzu şəklində də ki, məsələn, kaş bu dərs oxuna, məsələn, görürsünüz, oxuna. Yəni orada mən məchul növün şəkilsində verdim, arzunu da verdim. Ona görə alt da doğrudur. Cavabımız olur A variantı. 40-cı suala baxaq. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Deməli, burada tabeli mürəkkəb cümlədir. Ki var burada. Ki olanda birinci baş gələcək, daha sonra isə budaq gələcək. Deməli, budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb. Bəli, bu doğrudur.
A-nı çıxardıram. B də doğrudur. C-yə baxaq. Baş və budaq cümlələr müəyyən şəxslidir. Müəyyən şəxsli nədir? Mübtədası olan, olmasa da bərpa olunan. Təhlil edək. Baş cümləmizi, deməli, xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Nə etdilər? Qoşuldular. Kim? Xalqımızın mərd oğulları. Bəli, baş cümləmin mübtədası var deyə müəyyən şəxslidir. Budaq cümləyə də baxaq. Gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Nə etsinlər? Yaşasınlar. Kim? Nəsillər, bəli. Yəni ona görə də C doğrudur, çünki hər ikisi müəyyən şəxsli oldu. D-yə baxaq. Həm baş, həm də budaq cümlə fe'li xəbərlidir. Deməli, baş cümləmizin xəbəri, bəli, qoşuldular fe'li xəbərlidir. Budaq cümləmiz də yaşasınlar, bəli, fe'li xəbərlidir. Ona görə də D də doğrudur. Bizim cavabımız olacaq Y variantı. Y-yə də baxaq, deyir ki, həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Deməli, sintaktik əlaqə nədir? Ümumiyyətlə, hansı növləri var? Bir tabesizlik əlaqəsi var, bir tabelilik əlaqəsi var. Tabelilik əlaqəsi uzlaşma, yanaşma, idarə bunlardır. Tabesizlik əlaqəsi isə həmcins üzvlərin arasında olur və tabesiz mürəkkəb cümlə arasında olur. Ən azından biz burada bir həmcins üzv axtarmalıyıq. Çünki deyir ki, bizə həm baş, həm də budaq cümlədə hər ikisindən istifadə olunub. Baş cümləyə mən baxıram ki, xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Yəni burada axı tabesizlik əlaqəsi yoxdur. Yəni bu cümlə ümumiyyətlə sadə cümlədir. Yəni burada həmcins üzv yoxdur. Bunun özü bu tərəfi tabesiz mürəkkəb cümlə deyil. Ona görə də yəni burada sintaktik əlaqənin hər iki növü istifadə olunmayıb. Bəli, tabelilik əlaqəsi istifadə olunub, lakin tabesizlik yoxdur. Ona görə də bizim burada cavabımız olacaq Y variantı. Suallar haqqında ümumi fikirlərimi desəm, yəni mənim görə ayın ikisindəki suallarla yəni elə bir fərqi yox idi. Yəni hətta bu mənə daha asan gəldi. Yəni hər ikisi yəni orta normal maraqlı suallar idi. Bugünlük bu qədər, sağ olun. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun.